Hörmətli izləyicilər, bugün biz Qəbələ rayonundayıq. Qəbələ rayonunda Babayev Ağaşirin Firuz oğlunun 24 yaşı, cənnətdəki 24 yaşı tamam olur. Bu Mövlud günü münasibətilə biz də Bakıdan Qəbəliyə yol aldıq. O məqsədlə ki, bugün biz ananın, Firuz qardaşın və əsl ananın yanında olmağı özümüzə borc bildik. Biz daim bu yoldayıq. Vətənsevənlər, şəhid ailələri və müharibə iştirakçılarına dəstək, ictimai birlik olaraq daim şəhid ailələrinin yanındayıq və bu bizim borcumuzdur. Cəm şəhidlərimizin məkanları cənnət, məqamları ucaq olsun deyirik. Onların ruhları qarşısında baş əyirik. Biz birlikdə gəlmişik. Kamil qardaşım, mənim bacım, Humay bacım, mən. Gəldik ki, bugün biraz tədbirə geciksək də bağışlayın, xahiş edirik. Çünki mən işdən gəldiyim üçün belə alındı. Və mən bu məqsədlə gəldim. Bir balaca da olsa bu mənəvi dəstək olaraq anamıza bax bu şəkli hədiyyə elədim. Bax elə əl üstü. Çox sağ olun. Allah razı olsun. Sağ olun. Allah. Çünki bilirəm dəyər verdiyiniz üçün Allah razı olsun sizdən. Çünki balaların şəklindən əziz, bax bu şəhidlərimizin balalarının. Ondan əziz mən sanıram ki, onlar üçün heç nə yoxdur. Çünki onlar onunla təsəlli tapırlar. Eyni zamanda atalar da, onlar da ayırmaq olmaz. Onların da həqiqətən də çox çətindir, bala itkisi. Bunları dəfələrlə demişik, artıq deməyə heç ehtiyac da yoxdur. Bunu da atıya bir balaca, yəni bir təsəlli deyim, nə deyim, belə gətirdim. Məkanı cənnət olsun, məqamımız olsun. İndi bu fəxri fərmandır. Mən öz təşkilatımızın adından bu fəxri fərmanı təsis etmişik. Babayev Ağaşirin Firuz oğlunun adına. Fəxri fərman. Torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlər zamanı mənfur düşmənə qarşı vuruşaraq qəhrəmancasına həlak olmuş vətən müharibəsi şəhidimiz Babayev Ağaşirin Firuz oğlu tərəfimizdən təsis edilmiş Qarabağın və qələbəmizin simvolu olan Xarı Bülbül fəxri fərmanı ilə təltif edilir. Bu fəxri fərmanı mən ata sizə verirəm. Məkanı cənnət olsun, Allah sizə səbir versin. Mən də Surə xanım Məmmədova söz verirəm ki, nə qədər ömrüm var, mən hər bir zaman şəhid ailələrinin yanında olacağım. Bu yoldan məni heç kim döndərə bilməz. İnşallah Allah bu yolda peşmançılıq verməsin. Cəm şəhidlərimizin ruhları qarşısında bir daha baş əyirəm. Çox sağ olun, var olun. Allah razı olsun. İndi ata siz də bir balaca bizə dəstək kimi, yəni bizim bu ictimai birliyimizə görə yəni bir xoş söz eşitmək istərdik. Bir Ağaşirin Babayevin atası Firuz ata olmaqla, yəni bizə bir söz deyərdik. Sağ ol bacım. Biz də sizə təşəkkür edirik. Sizi cəmiyyətə, şəhidlərimizə dəyər verdiyinizə görə çox sağ olun. Allah sizə uzun ömür, can sağlığı versin ki, bu formada bizim şəhidlərimizi tanıtasınız. Allah razı olsun sizdən. Çox sağ olun. Borcumuzdur. Kamil qardaşım, bəlkə sən də nəsə deyəsən, əziyyət çəkib, yəni şəhidlərimiz yolunda əziyyət çəkmək borcumuzdur və istər ürək sözü deyəsən. Bütün şəhidlər qarşısında baş əyirəm. Mən necə deyərlər, həmişə ürəyimizdədir bu şəhidlərimiz. Çünki torpaqlarımızın azadlığı uğrunda şəhid olublar. Onu necə deyərlər, onların yeri həmişə cənnətdədir. Şəhid birsin şəhididir, hamımızın şəhididir. Çünki onların əsarəti altında yaşayırıq. Allah bütün şəhidlərimizin yeri nurladı olsun. Bu günlərimi Ağaşirin balanın necə deyirlər, doğum günüdür. Çox güman ki, Allah onları necə deyirlər, torpaq uğrunda şəhid oldu. Allah yerlərin cənnətli eləsin. Sağ Sağ olun. olun. Çox sağ Gəlib olun. onun Vətən sağ məzarını olsun. ziyarət etdiyiniz görə, ev muzeyini ziyarət etdiyiniz görə çox sağ olun. Allah razı olsun hər birinizdən. Sizə sonra bacımız olmaqla. Çox sağ olun. Bizim Allah sizlərə yardımcı olsun ki, şəhidlərinizə dəyər verirsiniz. Şəhidlərinizi yaşadırsınız. Sağ olun. çox sağ olun əziz izləyicilər. Biz bugün daha bir qəhrəmanımız Babayev Ağaşirin Firuz oğlunun ev muzeyində ziyarətində olduq və bununla da qürur duyuruq. Çox sağ olun, hər bir kəsə təşəkkürümüzü bildiririk. Sağ olun. Şəhidlərimizin valideynlərin qarşısında baş əyir. Həmişə
Bütün müşahitleri Can hamısına Allah rəhmət şəhidlərimizə